Artıq sadəcə bir sayta daxil olmaqla orqan donoru olmaq mümkündür. Sadəcə şəxsi məlumatlarımızı daxil edib bağışlamaq istədiyimiz orqanı qeyd edib təsdiqləyirik. Bununla da dünyamızı neçə yaşında dəyişməkdən asılı olmayaraq qeyd olunan orqanlarımız bağışlanaraq başqa bir bədəndə can tapacaq. Bu məsələ 2020-ci ildə qüvvəyə minən insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunla tənzimlənir. Mövcud qanun hər bir şəxsə icazə verir ki, şəxs həyatda olarkən qeydiyyata düşsün və öncədən icazə versin ki, dünyasını dəyişdikdən sonra orqanlarının bağışlanması qanuni hesab olunsun. Orqan transplantasiya əməliyyatlarının artıq il yarımdan çoxdur ki, icbari tibbi sosial xidmətlər zərfində daxil olub və orqan transplantasiyası xəstələr üçün təmənnasız və ödənişsiz olaraq istər canlı donorluq, istər meyit orqan donorluq transplantasiya dövlət tərəfindən ödənilir. Donor olmaq istəyən şəxslər orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinə müraciət edə və ya mərkəzin saytında qeydiyyatdan keçə bilərlər. Mərkəzin yaydığı məlumata görə 2 il ərzində ancaq 100 nəfər bu addım ataraq orqanlarını bağışlayıb. Biz orqanlarımızın hamısını və yaxud da ki, hər hansı orqanımızı bağışlaya bilmək azadlığımız var. Mövzu ilə bağlı vətəndaşların fikri birmənalı deyil. İstəyərəm mən üstədə, yəni ki, başqasına lazımdırsa əgər xeyir tapacaqsa ondan götürsünlər də, yəni ki, müəllif gedəcəm onun üstə neynirəm böyrəyi, özümlə aparandan sonra çürüyəcək də axır əvvəl orada. 10-11 insana can vermək, 10-11 insanın həyatını xilas eləmək çox qəşəng bir şeydir. Bu formada fikirləşsən, əlbəttə eləmək istəyərəm. Heç vaxt vermərəm, nə də ərizəmi yazaram ki, öləndən sonra da verməyin. Niyə? İstəmərəm ki, parçalanım da. Kiməsə həyat vermək, həyat xilas eləmək, onun özü də böyük bir savabdır. Siz dünyamızda dəyilsəz belə, yəni o orqanlarla digər bir insanı yəni həyatını qurtara bilərsiniz. Yəni çox yaxşıdır bu. Məsələn, ürək eləyərsiniz ümumiyyətlə belə bir addım atmağa? Mən eləmərəm. Mütəxəssislər deyir ki, bu məsələ ilə bağlı təbliğata ehtiyac var. Bizim orqanlarımıza o biri dünyada ehtiyac yoxdur. Bizim orqanlarımıza bu dünyada ehtiyac var. Digər tərəfdən də biz dünyamızı dəyişdikdən sonra bizim Allah dərgahına cismimiz deyil, ruhumuz gedir. Ona görə də orqanların verilməsində istər dini, istər tibbi baxımdan hər hansı bir əngəl yoxdur. Bir insan dünyasını dəyişdirib bütün orqanlarını bağışlayarsa, 10-11 insanı həyata qaytarmış olur.